Mən Azərbaycanı, öz ölkəmi, vətənimi çox sevirəm. Amma bunu dilə gətirməyə utanıram. Bilirsiniz niyə? Çünki bu ölkəni, dövləti, vətəni o qədər mənasız adamlar sevirəm deyə. Gözümüzdən Ya, o qədər mən gedib o cərgədə görünmək istəmirəm. Bir insan öz vətəni üçün, dövləti üçün bax bir yazıçı nə edə bilər? Çingiz Abdullayev kimi, Anar kimi bunlar vətənin yağlı yerlərini sevirlər. Mən vətənin qırıq sökük, əzik üzük yerlərini sevirəm. Mən bu vətənin ömür boyu ən bahalı restoranlarında oturmamışam, ən bahalı evlərində yaşamamışam. Bunun ən turistik belə yüksək, bahalı yerlərində gəlib istirahət eləməmişəm, dincəlməmişəm. Mənim hələ özümün bu ölkədə, bu vətəndə müstəqil bir evim yoxdur. Elmlər Akademiyasının çayxanasından kənara çıxanda elə biləm xaricə getmişəm. Ay Kərəmət. Yəni valla mən o gün Ağşəhərə getmişəm, elə biləm xaricə gəlmişəm. Amma siz bu vətənin özünüz 35 ildir vəzifədə Yaçla birin sədri anar. Oğlu səpir, nə bilim, kürəkəni belə, qızı belə. Hətta sən bu vətənin və yaxud o bir şairin özü deputat, arvadı deputat, oğlu biznesmen, onu nə vətən sevgisindən danışırlar. Sənin vətən sevgin səmimidir, yoxsa mənim? Valla sənin o mülkünün, evinin, pulunun bir 5%-ni əlindən alsalar, sən bu vətənə nifrət eləyərsən. Mənim heç nəyim yoxdur, sevirəm. Nəyim var bu vətəndə? Çingiz Abdullayev bir dəfə deyir, mən ölkədən çıxıb getmək istəyirəm. Nədir bunu cəmiyyətdə rus dilində linç olunmuşdu, linç olub, yazıca gəlir, küsüb getmək istəyir. Nə oldu? Bax nəyim var mənim bu vətəndə? Bax mənim bu siyasi çıxışlarım, ictimai çıxışlarım, cəmiyyətdəki mövqeyim imkan verir ki, mən gedib hansısa bir Avropa ölkəsində, xarici bir ölkədə oturum alam, orada yaşayam, həyatımı da quram. Düzdür? Bəli. Amma ayrıla bilmirəm bu vətəndən. Gedib darıxmaqdan qorxuram, dözə bilməyəcəyimdən qorxuram. Bu yaxınlarda Amerikaya getmişdim. Qayıtmaya da bilərdim. Kifayət qədər orada məni tanıyanlar da var deyə. Amma mən öz vətənimi sevirəm. Öz vətən harasını sevirəm? Çayxanasını, Elmlər Akademiyasının bağın. Kürəyimdə sumka, kitablar. Ömür boyu belə olmuşam. Kim gəlib deyə bilər ki, sən bu vətəndə nə bilim filan nə bilim şeylərim var. Heç nəyim də yoxdur.